Arıqlama iynələri əzələ itkisinə səbəb ola bilirmi? Bugün bu haqqda danışmaq istəyirəm. Bir çox pasientlərin verdiyi sual: doktor, eşitmişik ki, bu iynələr bizdə əzələ itkisinə səbəb ola bilər və ona görə də təhlükəlidirmi? Bu sualı verirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, normal insanlarda 30 yaşından sonra hər 10 ildən bir 3-8% əzələ kütləsini itirir. Arıqlama iynələrinin istifadəsi zamanı əgər pasient əlavə olaraq həkim tövsiyələrinə əməl etməzsə, bu proses daha da sürətlənə bilir. Bunun qarşısını almaqdan ötürü pasientlərə hər zaman dediyimiz şərtlərə əməl olunmalıdır. Birincisi, düzgün protein qəbuluna nəzarət olunmalıdır. İkincisi, hər zaman ağırlıq məşqlərinin, idmanın olunması da nəzarət olunması lazımdır. Üçüncüsü, mütləq bağırsaq mikroflorasının düzgün işlənməsinə nəzarət etmək və həkim tövsiyələrinə əməl etmək lazımdır. Və sonuncusu, tiroid vəzi funksiyası hər zaman nəzarət altında olmalıdır ki, bunu da sizin endokrinoloq həkiminiz vaxtaşırı kontrol müayinələrdə həyata keçirir. Əgər bütün bu tövsiyələrə əməl edərsinizsə, çəki itirən zamanı əzələ itkisi daha az olacaqdır və siz də normal çəki itmənizlə özünüzü daha xoşbəxt hiss edəcəksiniz. Özünüzdən müğayət olun. Sonda bu videonun daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.